Bank Respublikanın əmək haqqı kartları üzrə müştəri eyniləşdirməsi xidmətinə xoş gəlmisiniz. Bu prosesi mobil telefonunuzla necə rahat keçə bilərsiniz? Gəlin addım-addım baxaq. İlk öncə elektron hökumət və ya MyGov portalına daxil olun. Daxil olduqdan sonra ekranın küncündəki 3 xətt işarəsinə klikləyərək menyunu açın. Açılan menyudan əvvəlcə tənzimləmələr, daha sonra isə məlumatların idarə edilməsi bölməsindən fərdi məlumatlar seçimini edin. Qarşınıza çıxan siyahıdan Bank Respublikanı tapın və bankın məlumatlarınızı görməsi üçün paylaşım icazəsini aktivləşdirin. Bunu MyGov tətbiqində icazələrin idarə edilməsi bölməsindən də edə bilərsiniz. Daha sonra isə bankın eyniləşdirmə portalına qayıdın. Ekranda açılan məlumatlandırıcı pəncərəni bağlayın. Şərtlər və qaydaları diqqətlə oxuyub, oxudum düyməsini sıxın. Sistem sizi avtomatik olaraq Sima imza tətbiqinə yönləndirəcək. Burada girişinizi təsdiqlədikdən sonra eyniləşdirmə portalında şəxsiyyət vəsiqənizin seriya və nömrəsini müvafiq xanalara daxil edin. Ekranda fərdi məlumatların əldə olunmasına dair razılıq ərizəsi görünəcək. Sənədlə tanış olun və Sima imza vasitəsilə imzalayaraq növbəti mərhələyə keçin. Açılan pəncərədə şəxsi məlumatlarınızı yoxlayın. Ehtiyac varsa düzəliş edin, daha sonra FATCA və CRS üzrə təqdim olunan sualları cavablandırın və məlumatların düzgünlüyünü təsdiq edin. İndi ən vacib hissə gəlir. Sima üz tanıma prosesi. Şəkliniz aydın düşməlidir, işıqlı mühitdə üzünüzün tam göründüyünə əmin olun və şəkli təsdiqləyin. Sonda təqdim olunan müqavilələrlə tanış olun və razılıq verərək imzalayın. Müraciətiniz banka uğurla göndərildi. Əməkdaşlıq üçün təşəkkür edirik.